dostlar, bugünkü videoda Günah Samet'in videolarına bakacağım. Dedim ki yumruğa yaxşı olan qadın münacirlərində biri olan Günah Samet'ti ve Günah Samet'in videolarına bakın. Bu videoya 5000 like gəlsə Günah Rahim'in videolarına bakacağım. Yani bu bölümü içiniz gələcək. Bu videoya like atıp abone olma, bildirimleri açın ki ben gördüğünüz de 50 dakikada yeniden video attım. Başlayalım. Anaların söz alma... Ne? Anaların söz alma usulu. Hakikaten analar niye belədir? Nasıl onadır? Belə söz deyirsən, deyirlər ki, heç nə deməyəcəm. Sözü deyən kimi istədiyim buna var, hər şeyi yaratır, çırpır, hər şey ki, atan birisi səni öldürəcək. Bəlkə qəşəng videoydu, bəyəndim. Like da atım. Ay, like ata bilməm. Durduk yerde kızlar. Yaxşı. Onda əgər mən... Hə, severim. Yox, çox severim. O yüzden severim səni. Deyəcək ki, mən sənin keçmiş eksini alsaydım. Keçmiş eksin olsa yox ki, sevmənəm, yox. Amma mənəm. Sən sevər, hə. Amma mən sən keçmiş eksinəm. Sən keç... Sevərsən ya yox. Sağ ol, haqqı, mənə teyimizim. Gəbra. Ayda ne geçen getirdin? Ay Məhəmməd. Ayca. Əgər mən sizin əhlənizdə bitən gül olsaydı, mən dərərdim. Yox, dərmiz. Benim anam dərmək istəsə. Yani durduk yerde kızlar yani ki, həqiqətən belədir. Çünki deyirsən ki, mən səni keçmiş şeyinə də onadı. Mən gül olsaydım, mən dərərdim. Sonra hər şeyin içine, neyse də, nə də onadı. Hər şeyin içine zibil qoyurlar. Yani maraqlı videoydu. Ancaq durduq yerdə qızlarda Məhəmməd Əli Həsənov ancaq zibilə düşür. Her şey. Ben aziz dostlar, tıklayın ekranı, tıklayın. Son saniyelerde 2 kat. Az kaldı dostlar, az kaldı. Tıklayın. Benim. Bax, gənc insansız. Hər gün eyni saatda gəlib burada oturursunuz. Görürəm mən sizi. Amma heç ətrafınıza baxmırsınız. Bütün vaxtınızı sosial mediada keçirirsiniz. Hə, sizi tıkladılar. Nə edirsiniz? Amma dostlarınızla, həyatla qaynayıb qarışmaq lazımdır. Saçma Bugün bak. sabah hamımız öləcəyik. Vaxtımızı dəyərləndirməliyik. Vaxt gedir. Həyat sosial mediada... Axırda nəsə alacaq, bilməm. Düz değilsiniz. Bundan sonra boş boşlarla meşgul olmayacağım. Çəkdiniz? Biz sosial eksperiment keçirirdik. Ona görə belə deyilik. Sağ olun. Ben aziz dostlar, tıklayın. Görürsünüz, həqiqətən belədir. Məsələn, sizə deyirlər ki, siz belədir. Siz bu işə başın bırakın. Başın bırakandan sonra TikTok'dan, zaten heç nə qazanmırsa və onlar da sosial eksperiment gedir. Hər şeyin zibil olur da. Yəni ki, maraqlı videoydu. Özü ki, mən deyirəm də, videonun axırlarında nəsə olacaq. Mən bunu bilirəm. Buna baxmamışdım bu videosuna, amma çox maraqlı videoydu. Kombinim necədir? Geçen depo sabah gün yoktu axı, ne iş yapalım sana? Mən bir kombin için 5 saat fikirləşmişəm. Para 5 olur. Roma rəqəmi özdəki şey nədir onun adı? Bax, ya Roma rəqəmini göstərəcəm sizə. Göstərməyəcəm, bax, ancaq belə I hərfidir. 5 dənə I hərfidir. Belə şey, 2 dənə I Roma hərfi, Roma rəqəmi ilə 2-dir. Amma yaxşıdır. Hayda. Yaxşı günah gəl elədim, günah. Buradakı çox ciddi səni. Heç sərfat eləmirsən mənlə. Qorxdum. Niyə sərfat eləyərəm? Məhəmməd, axşam qızlarla kluba getmək istəyirəm. Akşam kızlarla kluba gitmek istiyor. Yok olmaz, yok. Necə yəni olmaz? Sən kimsə ki, mənə qarışırsan? Get oldu.
Gel ben çıkıyorum. Gel buraya. Ayxanım, nə olub sizə? Sevgilimdən ayrılmışam. Görürsən, mən birdən gülüm, dəlidən saysan, amma bütün qızlar elə incidirsiniz, biz də qaçırıq. Ayxanım, gözlə. Axırda Lazik çıxırsa belə ağlayır. Dedim də. Həqiqətən niyə qızlar belədir? Bax, biri deyir ki, kombin belədir. Biri deyir ki, nədir o, 5 saat əlləşmişəm. Sonra deyir ki, sən necəsən ki, mənim üstümə qışqırmırsan. Yəni ki, qızlarda bu nədir da? Oğlanları çərətməsən əl çəkənlərlə. Yaxşı videoydu, bəyəndim. Hayda, harda qaldı ya bu Günay? Salam. Günay? Bu maşın harda? Təzə almışam. Necədir? Qəşəng, xeyirli olsun. Çox sağ ol. Və sən də məndən Sumqayıta getmək üçün 5 manat almamışdın bu pullardan. Ha. Arxamda şir kimi dayanan Leo Bankdan. Leo Bankda əlverişli şərtlərlə 300 manatdan 50.000 manata qədər kredit əldə edə bilərsən. Özü də cəmi 12 aydan 59 aya qədər hissəli şərtlərlə. Həmçinin sənəd işləri ilə də yorulmursan. Çünki tətbiqdən rahatlıqla kredit müraciət edə bilirsən. Nə yaxşı. Demək onun pulun var. Mən 5 manatımı qaytardım. Nə 5 manat? Dünən mən sənə 5 manat vermişdim onu. Hə, 10 manatlıq taksi üçün aldım. Aha. Kaka biraz əlim aşağıdır. Mən də tələsirəm. Başqa vaxt sənə verəcəm. Bir dəqiqə gözlə. Günay, yenə qaçdı ya. Ay Günay, hara qaçsan Günay? Hayda. Bence bu nədir olan qəşəng videoydu. Maşını alsan, 1 manat alırsan. Nədir ona? Sonra deyirlər ki, əlim aşağıdır, gücüm yoxdur. Nədir ona da? Maşını borcla almışam. Yəni ki, qəşəng videoydu. Bence bəzi insanlar belə eləyir. Amina buna bax, gör mənə nə alıb. Kim alıb? Sevgilim. Məsələn, sən dünən bir-birinizi sürüb blok atmamışsınız. Nə olsun, mən sevirəm, amma bugün gül alıb. Nə bilim valla. Ay qız deyirəm ki, bu oğlan doğrudan da mən sevirəm. Hardan çıxdı? Mən 2 manatlıq kontratım. Məsələn, sən 2 manat həyat yaşayırsınız. Kim atdı kontur? Bu necə düşüncəli insandır. Ay Allah, yeni. Xalası qızlarıyla rayona gedib, amma məni aparmayıb. Çünki mənim maşında gedəndə ürəyim bulanır. Sən məsələn, birincisi onun xalası yox. Allah, mən gələcək qızana. Bu nədir? Mən yalan deməz o. Elə də qəşəng yalan deyil, sən də bunları hamısını yeyirsən. Nəyi? Amina buna bax, gör mənə nə alıb. Həqiqətən belədir. Və 2 manatlıq kontoru nə olar da yəni ki, ürəyim bulanır. Maşın da, həm ürəyim su içim, həm də ürəyim bulanır. Bunun için Feyzi'nin videosuna baktım videosunda. Bunu da içmişim ondan. Dur mama qurban, saat 6-dır. Mama saat 8-də. Ya məktəblər başlayanda onların əsas dərdi. Geç qızı, geç. Ya, diyarcığa bilmirəm. Mantıqda çıxarma. Asımlarda nə qəşəng görünür mənim balam. Qalbıqdan batırma. Sən qalbıqdan batırma. Hə, yaxşı. Sağ ol. Həqiqətən onların böyük dərdi budur. Mən də məktəbə ilk dənəndə formamı zadə yazmışdım. Amma mən bununla hesablaşmıyorum. Həqiqətən ama anaların dərdi bu ki, üstümü batırma, eləmə. Məncə mən bir gün üstümü batırsam heç nə olmaz. Gəldim. Hardaydın yaxın? Vaxtım azdı. Bu vaxtdan su gətirməyə dünən evdən çıxmışam. İndi atam qardaşım gələcək. Sonra deyir ya da indiki dövrdə deyir ki, mənim yoldaşım var. Günay, burada adam çoxdur, ya başqa yerə gedək. Niyə? Nə qəşəng parkdır. Adam çoxdur da. Sonra belə zombi işlər. Arvadım görər. Hə. Bir dəqiqə. Sən evlisən ki? Dedim də. Mən bu videoya baxmışdım. Hətta axşam da gedərik. Necəsən? Necəsən? Ol, yaxşı. Mən tələsirəm, sonra danışarım. Tamam, hələlik. Biraz çox yaxınçılıq oldu ya. Nə yaxınmışım? O mənim dostumdur. Ay, nə dostu? Hansı filmdə qalmışıq, hə? Salam Fatimə, yaxşı, sən necəsən? Sonra görüşərik. Sağ ol. Elə bir çox səmimiydiniz. Salam belə ver, mən toxunmadım ona. Gördün mü? Nə gördün, nə günah, Allah qəbirsə. Həqiqətən qızlar niyə belədir? Nədir onadır? Oğlanlar heç nə belə eləyir. Qızlar da nədir ona pirisi və nədir salamlaşmasalar olmaz. Yəni qızlar hər şeydə qaçırlar.
Ya zarafat eləyəcəm. İstəyirsən? Ha? Nədə şir istəyirsən? Biraz kilo yok şey. Düğmen kırıl. Günay Allah'a kodu verdim Günay. Bu qızı tanıyırsan? Abi bu kimdi Günay? Şəklini like elədiyin qızı da. Mamada Hasan ne? Camaatın kızı tüketmiş olur. Bunu yakışını söyle. O like eləmişdən deməli məndən geçəyini ha. Ay Günay sen kaçırsın ben. Bizim Hasan neydi? Yalan deyil, mən bilirəm. Ay da Günay ara gitme kızım. Başım vuracağını sen de bura. Ay da güllerin yine bana geçeydi. O güllərin iyi deyil, mənim etrimdir. Ha gülün de iyi geldi onu göre ettim. Amma mən sən gülün deyiləm, onda mənim iyimdir də. Ay yok o sen de gülümseni prosta onun da aklı var ona göre. Onda get o dipçəyi yanında gəzdir. Güzel kızlar belədir. Şey bir dənə oğlanlar gülə bir ət toxumamı deyir ki, mənim ətrimdir. Deyir ki, onun da ətri. Gəlir, qaçırlar ancaq. Ancaq qəşəng videolardır. Özə ki, ancaq durduq yerdə qızlarda şey ilə dönədi. Ağlayan zaten Məhəmməd Ali ağlamır. Prosto ki, nədir olar, söz deyə bilməyən Məhəmməd Ali Həsən. Bir ton başa düşdünüz. Hə, 5639 dəyə niyə ayrıldığını danışmaya gəlib. Sənsə niyə ayrılmısan deyirik buna. O da şaşır çəkir. Hə, tamam başa düşdüm. Gündəliyin anı, evdə qalıb mənimlə. Özün niyə evdə qalmamısan? Mən 28 yaşım özü qalmışam. Müəllimə biri var deyirlər ki, dəftərin evdə qalıb, özün niyə evdə qalmısan? Özün niyə qalmamısan? Onda şagirdlər orada sınır axı. Benim 8 yaşı var görünür. Qızlar üçün Buna düşür. Bu musiqi kimi hiss etmək, çiçək açmaq. Samsung. Yok ki, zaretkası ölmür. iPhone 1 başa dedi. Bu arada Nokia ile Samsung'un şeyindeyim de Nokia alırsan 5 gündən sonra 90% olur da. iPhone ise 2 dakikadan sonra mesela ben nədir onun adı? Bir iPhone'a bakmışdım evdə. Nədir iPhone'a elə bir baxdım. Əlimdə 80% idi. 5 dəqiqədən sonra baxdım ki 70%. Yəni ki iPhone'lar elə də ona görə də Nokia alın. Ben özüm Samsung işlədim. Ama Samsung burada niye 0% olur? Samsung 5 saate zaten qurtarır da zaten. yaş 30'a yaxınlaşandan sonra ancaq yolda belə gəzirəm. Hər an hazırlıqlı olmalıyıq. Allah xoşbəxt eləsin. Amin, amin bacım. Hakim də yanı kəsin. Bu videoyu YouTube'da yəqin ki izləmişsiniz vazgeçirsiniz. Yaş 30'a yaxınlaşan. Mən sadəcə çaşan insanları yerində oturan bir vətəndaşam. Həyat yoldaşının başında fırlanıram, onun ayağında da ölərəm, ayaqqabısını özüm təmizləyirəm, ayağın dırnağında özüm kəsirəm. Ben de her şey münasibət olmayıb tövsiyə verən olmuşam ben. Xanım varsa bir mühabirə bilərsin. Bayaqdan sizə oradan baxıram. Axır gözümdə cəsarət tapdım, sizə yaxınlaşa bildim. Bu cür göz rastlantı ola bilməzdi. Mənə də xoş oldu, inanırsınız. Normalda belə şeyləri xoşlamıram, amma ilk dəfədir qəribə Ne enerji aldım. gözləyəm. İşığı yandırım. Baxdım qaranlıqda oturmuşam. Ne nətərdir? Hə. Oldum çox uşaq Ay, yanımdayım. oldum. Neçə yaşınız var? 30, Neçə? 30. Bağışlayın xala, çox üzr istəyirəm.
xala? Yəni valla məsələn mənim hisslərim gəldi, kimə gəldi baxıb eləm. Yəni təxlisiz hisslərdir. Başa düşürəm. Çox sağ olun xala. Allah sizin canınızı sağ eləsin. Sən qulaq as qardaş, bir dənə söz deyirəm. Xala gəlmir xala. Bayaqdan Məncə də 30 yaşda hamıya xala deyirlər. Çünki nədir onun adı? Çünki 30 yaşdan xaric şeylərə xala zat deyirlər, bibi zat deyirlər. Çünki deyirlər ki, qazalıb. Lelele ahlelas. Ahlelele ahlelas. Ahlelele. Hə, deyir ki, içkiyi bitirmişsən, amma duz qalıb. O bir var ya, deyir ki, Damyongur, Ungur böyük şey adamlar deyir ki, azlar get yeməyi bişir. Siz o geçsə, burnunuzda dolu var. Yox, Dodağınızda yox, 5% var. yoxdur. Saçınız da qaynaqdır, hə? Qaynaq deyil, Bir də saç. şəkilləndirmə var. Yoxdur belə Siz şey. deyək ki, necə əməliyyat etdirmişsiniz? Ay, çox süyünü sizə. Mən də bu gəzəyə tək çıxmışsınız. Nə çıxmışsınız? Yalan Gözlüyü tək çıxmışam. Biz yatmışsın. Niyə yalan Harda danışırsan? gizlətmişsin olan? Nazirə, mən bilirəm hansı Nazirlə danışırsın. Evlidir, hə? Evlidir deyə gizlədirsiniz. Elimdə də bu maşını özümə hədiyyə aldım. Hansı yollarla almışsınız? Necə nasıl olur? Nə vaxt aldınız? Necə aldınız ki? Bloger olmaq almaq olur? Niyə olmur ki? Bu da bir iş. Xalqın gözü qarasıdır, hər şey görür. Bu nədir? Həqiqətən adamları bezdirirlər. Özlərinə heç bilirlər. Məsəl üçün, mən telefonu nə ilə almışam, nə yollarla almışam. Hər şey açıq verməliyik. Ay qız, mən indi qabaqda gedirəm. Bir dənə arxadan mənə bax gör. Hər şey okeydir. Əlasın. Oy, başım ağrıyor. Git. Mən bir dənə fake'in parolunu denəndə. Neyirsən? 5 dəqiqə keksimin storiesine baxacağam. Sən fake mən olub. Mən fake'imi tapıb blok atıb. Tez ol, ver. Gələ deyil. Az demə. Mən öldürsən ya. Belki de vaxt sevdiğim oğlan yadıma düştü. Xəstəsən sən 15 ildə tutamısan, əməkdə. Ne olsun ya, 6. sınıfta birbirimizi çok sevmiştik ama. Ay, dəlsən. Nə qədər bu qızların başı çatmır. Neyse. Günay neynirsən sən? Maşın sürəm. Yarım saat əvvəl Moykadan çıxmışıq. Ne olsun ya, 2 kilometre yol gelmişik, tozlanım. Yaxşı. Günay, olar mənim də siqaret çəkin maşında? Yok. Niyə? Necə yəni, ya tez almışam, gör kim maşın. Niye iletməlisən ki? Bak nöt gedək. Yaxşı, ört. Yavaş ört. Yaxşı, örtsən. Yavaş. Günay, bu toka hara atıb? Daya bırak. Heyifdir, maşına niyə qoyum ki buna? Şap da burada, ne olacak? Yaxşı, gör nədirəm, mən evə qoyanda gözləyəsən də evdəki zibilləri də çəkirəm. Yatır ataq maşına. Maşına niyə atıram? Mən zibil qabını nəzərdə tuturdum. Narahat olma, o zibili görürsən, soğanla. 2 gün önce aklına çıxıb atmaq zibil tanıyır. Deyim niyə belə olur? Çünki bir həftədən sonra şeyin adı, şeyin adı maşın yaddan çıxırdı. Yəni ki, neyse. Video bitti. Sağ olun, salamat qalın. Öpdüm sizləri. Maç.